Salam əziz 8-cilər, əziz dostlar, sizə 8-ci sinif Azərbaycan tarixindən testi izah eləyəcəm. Bu test 2 variantdır, hər variantda da 11 sual var. Demək, birinci sualın izahı. Qarabağ xanlığında tikilən qalaları seçin. Bayat, Şahbulaq və Pənahabad qalası. Sonradan Pənahabad qalası, Şuşa qalası da adlanırdı. Şəki və Quba 1767-ci ildə hansı xanlığın ərazisini öz aralarında bölüşdürdülər? Şamaxı xanlığı. 1767-ci ildə. Üçüncü sual. Azərbaycanın şimal-qərb torpaqlarının Gürcü çarları tərəfindən işğalının qarşısını aldı. Təbii ki, Şəki xanlığı. Dördüncü sual. Hansı cənub xanlığı deyil? Qarabağ şimal xanlığıdır. Qaradağ isə cənub xanlığıdır. Qarabağ şimal, Şəki şimal. Urmiya, Sərab isə təbii ki, cənub xanlıqlarıdır. 5-ci sual. Xatın arxı döyüşündə Xatın arxı baş verib 1757-ci ildə. Məhəmməd Həsən xan Qacarın qoşunları üzərində qələbə çalmış xanlıq. Təbii ki, Qarabağ xanı Pənahəli xan. Növbəti sual, 6-cı sual. Birləşdirmə siyasəti həyata keçirdirdi. Əfşar tayfası tərəfindən idarə olunurdu və Azərbaycanın cənubunda yerləşirdi. Cənub deyirsə, birləşdirmə siyasəti deyirsə, Əfşar tayfası deyirsə, təbii ki, Urmiya xanı, Fətəli xan Əfşar yada düşür. 7-ci sual. Qarabağ məlikliklərinin pozuculuq siyasətinə aiddir. Qarabağ xanlığında 5 məliklik var idi, hətta bunlara xəmsə məliklikləri deyirdilər. Onlar separatçılıqla məşğul olurdular, mərkəzi hakimiyyətə tabe olmurdular. Yəni, mərkəzi hakimiyyətə tabe olmursa, mərkəzləşdirmə siyasətinə mane olurdular. Hətta xaricdən Qarabağ xanlığına qarşı hücumları təşkil etmək istəyirdilər. Cavab 2-4. Hətta onlar gizlincə Rusiya ilə əlaqə saxlayırdılar. 8-ci sual. Quba xanlığına birləşdirilmiş əraziləri uyğunlaşdırın. Bakı 1767, Dərbənd 1759, Salyan 1757. Bu Qubalı Fətəli xanın dövründə, yox, Hüseynəli xanın dövründə olmuşdu. Cavab isə 1768. 9-cu sual. O vergi islahatı keçirtmişdi. 1784-cü ildə Ərdəbili ələ keçirtmişdi və müdafiəsini gücləndirmək məqsədi ilə Şahsevən tayfalarını xanlığında məskunlaşdırmışdı. Söhbət Qubalı Fətəli xandan gedir. Növbəti sual 10-cu sualdır. Urmiyalı Fətəli xan və Qubalı Fətəli xan üçün oxşar cəhətlər. İkisi də yeni xanlığın əsasını qoymamışdır. Urmiyalı Fətəli xan bəli, amma Quba xanlığının əsasını Hüseynəli xan qoyur. Bu səhvdir. Hər ikisi Qarabağ xanlığına yürüş etmişdi. Bəli. Urmiyalı Fətəli xan 1759-da Qarabağa yürüş edərək uğur qazanmışdı. Qubalı Fətəli xanın isə Qarabağa uğursuz yürüşləri baş vermişdi. Bu onların oxşar cəhətidir. Hər ikisi Təbrizə ələ keçirtmişdi, xeyr, amma hər ikisi birləşdirmə siyasəti aparırdılar. Cavab 2-4. 11-ci sual. Salyanın Qubaya birləşdirilməsi 1757. Hacı Çələbi xanın Şirvana uğursuz yürüşü 1755. Bakının Quba xanlığına birləşdirilməsi 1767. Gəvduşan döyüşü 1774. 12-ci sual. Eyni ildə olan hadisələri seçin. Qarabağın Urmiyadan asılı hala düşməsi 1759. Dərbəndin Qubaya birləşdirilməsi 1759. Bayat savaşı 1748. Qızılqaya xəyanəti 1752. Cavab oldu 1 və 2. A variantı. 13-cü sual. Uyğunluğu müəyyən edin. Bayat savaşında qalib gəlmişdi. Kim? Qarabağlı Pənahəli xan. Buğanlar Şahsevən tayfalarının bir hissəsini köçürtmüşdü. Qubalı Fətəli xan.
1759-cu ildə Dərbənd xanlığını özünə birləşdirmişdi. Yenə Qubalı Fətəli xan. Cənub xanlarının əksərini özünə tabe etmişdi. Urmiyalı Fətəli xan Əfşar. 14-cü sual. Hacı Çələbi və Fətəli xan Əfşarın oxşar cəhətlərini müəyyən edin. Hacı Çələbi də Qarabağa yürüş edib, Fətəli xan Əfşar da. Hacı Çələbi 1748-də, Fətəli xan Əfşar isə 1759-cu ildə. Bu oxşar cəhətdir. Hər ikisi Azərbaycanı birləşdirmək istəyib. Bu da oxşar cəhətdir. Amma Qızılqaya xəyanətində iştirak ola bilməz. Cənub xanlığını yaratmaqları xeyir. Cənub xanlığını ancaq Urmiyalı Fətəli xan Əfşar yaradıb. Təbrizi ələ keçirtmələri də səhvdir. Hacı Çələbi uğursuz olmuşdu. Təbrizi ələ keçirdə bilməmişdi. Cavab 1-2. Növbəti sual 15-ci sualdır. Uşaqlar, bu variantın sonuncu sualıdır. Gürcü Çarı İrakli Azərbaycan xanlıqları ilə Şəki xanlığına qarşı ittifaq yaratdı. 1752-ci ildə müttəfiqlər Gəncə yaxınlığında toplaşdılar. Gürcü Çarı müttəfiqlərinə xəyanət edərək onları əsir götürdü. Yəni, əslində xanlar öz qazdıqları quyuya düşdülər. Hacı Çələbiyə qarşı başqa bir dövlətlə müttəfiq münasibətləri qurarkən özləri əsir götürüldülər. Amma bu xəbəri eşidən Hacı Çələbi həmin Gürcü Çarını ağır məğlubiyyətə uğradıb, həm xanları, həm də Gürcülərdən Qazax, Şəmşəhdil, Borçalını azad etdi. Gürcü Çarının Azərbaycan xanlarını əsir götürməsi tarixdə Qızılqaya xəyanəti adı ilə baş verib. Və bu hadisə neçənci ilə aiddir? 1752-ci ilə. Burada bir səhv var ki, burada il düşüb. Növbəti variantın suallarının izahına keçməmişdən qabaq, uşaqlar, sizdən bir xahişim var ki, kanala abunə olasınız, kanalı paylaşasınız ki, başqaları da bu kanaldan yararlana bilsinlər. Və gələcəkdə də bu kanalda abituriyentlər üçün tarix dərsləri olacaq. İndi də elə dərslər paylaşılır yavaş-yavaş. Birinci sual. 1767-ci ildə Quba və Şəki xanlıqları arasında bölüşdürülmüşdü və Bayat savaşında Şəkinin müttəfiqi kimi iştirak etmişdi. Söhbət Şamax xanlığından gedir. İkinci sual. Xanlığın sərhədlərini möhkəmləndirmək məqsədi ilə cəngavər Şahsevən tayfalarını köçürtmüşdü. Kim? Qubalı Fətəli xan. Qubaya köçürtmüşdü. Üçüncü sual. 1759-cu ildə Quba xanlığına tabe olan ərazi. Burada uşaqlar Dərbənd olacaq, özünüz işarələməlisiniz. Növbəti sual, dördüncü sual. Gavduşan döyüşünə aid deyil. 1774-cü ildə baş verib, düzdür. Fətəli xan bu döyüşdə məğlub olub Səlyana çəkilib, bu da düzdür. Müttəfiqlər qələbə qazanıb, bu da düzdür. Amma burada Qubalı Fətəli xan qalib yox, məğlub olmuşdu. Beşinci sual. Qızılqaya xəyanətinin nəticələri. Hacı Çələbi xan qələbə qazanaraq Azərbaycan xanlarını da azad etdi. Qazax, Şəmşəhdil, Borçalı mahallarını da Gürcülərdən aldı. Altıncı sual. 1757 Xatın arxı, 1748 Bayat savaşının oxşar cəhəti nə ola bilər? Hər ikisində Qarabağlı Pənahəli xan qalib gəlib öz xanlığını qorudu. B. Niyə olmaz? Hacı Çələbi Bayat savaşına aiddir. C. Xatın arxı döyüşünə aiddir və bunlar İbrahim Xəlilin yox, Pənahəli xanın dövründə olub. 7-ci sual. 18-ci əsrin 40-cı illərinə aiddir. Bayat savaşı 1748 aiddir. Bakının Qubaya birləşdirilməsi 1767-dir. Şuşa qalasının inşası 1752-də başlayıb 57-ci ildə tamamlanıb. Amma Qarabağ xanlığının yaranması isə 1748. Cavab 1-4. Qarabağ xanlığına aid olanları seçin. Bayat savaşında iştirak edib. Amma qələbə yox, məğlub olub. Bu çıxdı. Səlyanın birləşdirilməsi səhvdir, bu Qubaya aiddir.
Xatın arxı döyüşü bəli. Məlikliklərin tabe edilməsi bəli. Gəvduşan döyüşü də Quba xanlığına aiddir. Cavab olacaq 3, 4. 9-cu sual. Qubalı Fətəli xan 1767-ci ildə Nigah diplomatiyası ilə Bakı xanlığını birləşdirmişdi. Cavab 2. 10-cu sual. Məntiqi uyğunluğu müəyyən edin. Xanlığın əsasını Bayat tayfasından olan Əhməd xan qoymuşdu. Bu Makku xanlığına aiddir. Xanlığın əsasını Şahsevən tayfalarından Bədir qoymuşdu. Ərdəbilə aiddir. Xanlığın əsasını Əmiraslan xan qoymuşdu. Bu da Təbrizə aiddir. Cavab A variantı. 11-ci sual. Burada da bir xronologiya var. Gəvduşan döyüşü 74. Qızılqaya xəyanəti 1752. Urmiyalı Fətəli xanın Qarabağı asılı hala salması 1759. Fətəli xanın Qarabağa uğursuz yürüşü 1780-81. 11-ci sual. Qubalı Fətəli xana aid olmayanları seçin. Gəvduşan döyüşündə məğlub olması. Bu aiddir. Şimal-Şərqi Azərbaycan torpaqlarını birləşdirməsi. Bu da aiddir. Qızılqaya xəyanəti aid deyil. O şəkildə olub. Məliklərə qarşı mübarizə Qarabağ. Qarabağa uğursuz yürüş bəli, düzdür. Bayat savaşı isə Qarabağa aiddir. Cavab oldu 3 və 4. Yəqin ki, başa düşdünüz bunu. Keçirik 13-cü sualın izahına. Hacı Çələbi və Qubalı Fətəli xanın oxşar cəhətlərini tapmalıyıq. Hər ikisi Qarabağa yürüş edib. Amma Bayat savaşında iştirak etməyiblər. Hər ikisi Azərbaycanı birləşdirmək istəyib. Hər ikisi Təbrizə asılı hala salıb. Bu səhvdir. Qızılqaya xəyanətinin təşkilatçıları idi. Bu da səhvdir. Azərbaycanın şimal xanlıqlarının xanları olublar. Bəli. Bu düzdür. Çünki Quba və Şəki şimalda yerləşir. 14-cü sualın izahına keçək. Fətəli xan Əfşarın Qarabağa yürüşü 1759. Yəqin ki, tarixi çox yaxşı oxuyanlarınız var aranızda. Mən izah etməmişdən qabaq videonu dayandırın, öz cavabınızı düşünün, sonra videonu açıb yoxlayın özünüzü. Qızılqaya xəyanəti 1752. Gəvduşan döyüşü 1774. Xatın arxı 1757. Bayat savaşı isə 1748. İlləri əzbərləyin, xronologiyanı düzmək asan işdir. 15-ci sual. Bilirsiniz ki, Qubalı Fətəli xan əslində cənuba yürüş eləyərək Ərdəbili və Meşkini ələ keçirtmişdi. Amma bu yürüşə Rusiya narazılıq elədiyinə görə o geri dönmüşdü. Qubalı Fətəli xanın vergi islahatına görə vergiləri mahal naibləri yox, kəndxudalar toplayıb birbaşa xəzinəyə gətirəcəkdi. Niyə? Çünki mahal naibləri verginin bir hissəsini mənimseyirdilər. Urmiyalı Fətəli xan Əfşardan fərqli olaraq Qubalı Fətəli xanın Qarabağa yürüşü uğursuz olmuşdu 80-81-ci illərdə. Uşaqlar, ümid edirəm ki, başa düşdünüz. Kanala abunə olmağı və paylaşmağı unutmayın. Növbəti izahlarda görüşərik.